Quran özü bir ayənin içərisində 2 dəfə deyir. Fəqra'u ma teyəssərə minəl Qur'an. Bir yerdə deyir ki, fəqra'u ma teyəssərə min. Sənə müyəssər olan qədər, sənə nəsib olan qədər Qurandan oxu. İkinci tərəfdən Həzrət Peyğəmbər və məsum imamlarımız da Quran oxumağı bizə nə edirlər? Tövsiyə ediblər. Hətta o çətin şəraitdə belə, məsələn, misal deyə bilərik İmam Hüseyn əleyhissalam. Bəli. İnni uhibbus-sala. Bir gün möhlət alır düşməndən. Səbəb nə idi? Deyir, mən namazı sevirəm. Demir, mən namaz qılmaq istəyirəm. Görün nə dedi? Mən namazı sevirəm. Ona görə, baxın, mən bu günləri belə deyək də, öz dilimizdə deyək, can dərdi namaz qılıram. Allah vacib eləyib deyənə qılıram. Amma İmam Hüseyn əleyhissalam deyir, mən namazı sevirəm. İnni uhibbus-salat və tilavətə kitabih. Onun kitabını oxumağı. Deməli, İmam Hüseyn əleyhissalam həmin o çətin anda da elə adam biraz çətinliyə düşən kimi namaz da getdi qəzaya, hər bir işlər qalır bir kənara. Hətta orucumuzu da bəzən görsən pozuruq çətin məsələlərdə. Amma İmam Hüseyn əleyhissalam o çətin şərait ki, tarix bu heç kəsin başına gəlməyib. O şəraitdə düşməndən möhlət alır. 3 dənə şey üçün də, biri dua üçün, biri namaz üçün, bir də Allahın kitabını oxumaq üçün. İkinci tərəf, biri Quran-ı Kərim özü təkid edir Quran oxumağı. İkincisi, Peyğəmbər və məsum imamlarımız həm özləri oxuyublar, həm də onların hədislərində var ki, Quran oxumaq. Üçüncüsü də bizim böyük alimlərimiz, fəqihlərimiz, onların tapşırıqlarıdır ki, xüsusən birincisi sözləri budur ki, hər gün, hətta hədisdən götürülüb də, bu hər gün bacardığınız qədər ən azı 50 ayə Quran-ı Kərimdən oxuyun. Və xüsusən də mübarək Ramazan ayında, Rabiul Qurandır da, mübarək Ramazan ayı Quranın baharıdır. Ən çox, belə deyərdik, təkid olunan əməllərdən biri də nədir? Quran oxumaq, Quran-ı Kərim oxumaq və düzgün də qeyd elədiniz onu ki, şərt deyil ki, insan ərəb dilini bilmir. Bilən ərəbcəsində oxusun, öz dilində tərcüməsində oxusun, bir nəfər ingilis dilində, hansı dildə oxuya bilir, belə oxusun. Amma oxusun. Əsas Quran-ı Kərimdən istifadə eləsin.